Təzdən bir salam sağ ol yazsınlar, görüm. Deməli, Qabil müəllim 158 nömrəli tam orta məktəbin şagirdiyəm. Bu məktəbdə deyil rüşvət, korrupsiya baş alıb gedir. Dərs keçmirlər, məktəbdə oxumaq üçün pul alırlar. Bir sinifdə birinci sinifə qəbul olmaq da pulundandır. Mehriban Ələkbərova, Mehriban Əliyevanın adınla eynidir deyən ondan güc alır. Mehriban Ələkbərova, Mehriban Rəcəb qızı, bax, direktor deyir budur, bax, bu direktordur, bax, bu direktor, tələbələr mənə şikayət, Mehriban Ələkbərova, Rəcəb qızı. Deməli, tələbələr mənə şikayət eləyiblər. Deməli, bu da devlətin verdiyi mallar hamısı yığılır, nə yardım olursa. Bax, bu otağa yığılır, 50-ci otağa yığılır, bax, bu otağa. 50-ci otağa yığılır, bax, bura. Və hamısını tələbələrə satırlar. Bura dövlətin verdiyi mallar yığılır sinifə, sonra da satılır. Partalar da satılır, parta, test vərəqləri, nə bilim, hər şeydən hər şey. Deməli, gedirsən yanına, direktorun yanına ki, mən uşağım dərsə gəlməyəcək də, məsələn. 2500 yazır, dəftərin arasına 2500 qoymalısan. Burada sualən, bir il məktəbə gəlməsən, 2500 manat verməlisən. Baxın, deməli, bu 158 nömrəli məktəbdə 2500 manat kitabın arasına qoysan, konvertin arasına, direktora qoysan, uşaq Rusiyada olacaq, uşaq Türkiyədə olacaq. Yəni, uşaq nə bilim, nə inəyəcək? Deyilən vətənə. Dalına baxaq. Deməli, hər il fond pulu yığılır. Tələbələrdən fond pulu yığılır. Dərslərin səviyyəsi 0. Direktoru dərs maraqlandırmır, ancaq pul yığmaq maraqlandırır. Özü də o qədər nazirliyə şikayət ediblər ki, bizim məktəbdən. Heç kim ona toxunmur. Yuxarını da yedizdirir. Qabil bəy, bəlkə siz deyəsiniz, bizə kömək edələr. Baxaq. Burada bir video da atılar mənə. Budur, bu məktəb. Bu məktəbdir. Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbdə dil ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib. Kadrlardan da gördüyünüz kimi çəkiliş aparmağımıza və direktorla görüşməyə imkan vermədilər. Azərbaycan dil ədəbiyyat müəllimi Səhər Əhmədova bizim bir 12 sinif şagirdinə evlərinə rədd edərək ona böhtan atdığını bildirir. Valideynlər məktəbə dəvət olunmuşdur. Onlarla söhbət aparılan zaman müəllimlə valideynlər arasında insident baş verdi. Nəysə, bunu demək istəmirəm. Tələbələrdən çox şikayət gəlir. Deməli, burada fevralın 10-u direktorun ad gününə, baxın, fevralın 10-u direktorun ad gününə 50 manatdan pul yığılıbdır. Fevralın 10-u ad gün olubdur, 50 manatdan pul yığılıb. Nardaranda 18 sot villası bağ evi var. Bir il məktəbə gəlməsən 2500 manat alır. Bəzi siniflər 10 fevral hər il, deməli, hər il qurtaranda 7 manat bizim sinif rəhbəri pul yığır. Remont üçün pul yığırlar il qutaranda. Yayda istirahət pulunu da yığır da direktor. Deyir, sonra gəlir ki, heç bir iş görməyiblər. Deməli, müəllimə zavuça ayda 10 manat pul verir. Müəllimlər zavuça 10 manat verir, o da direktora verir. Bir uşaq ayda hər uşaq 10 manat verir. Özüm şahidi olmuşam. Maşın, Toyota RAV4 2022 maşını var. Toyota RAV4 0 kilometrə alıbdır. Gör uşaqlar nə yazır ha. Birinci sinifdə istədiyimiz sinifə keçməyimiz üçün 3000 manat pul alır birinci sinifə keçmək üçün. 3000 manat. Məktəbin dalında bu nədir? Şprislər. Məktəbin dalı dolu şprisdir, şpris. Narkotik qəbulu şpris.
Mənim nömrəmi yaymayın, Qabil müəllim. Zəhmət olmasın. Fevral yox, martın 9-unda pul yığmışıq axırıncı dəfə. Direktor axırıncı dəfə martın 9-unda pul yığmışıq. Üzürlü say, canlı nə vaxt olacaq? Müəllimlər uşağa yaxşı qiymət yazmaq üçün pul istəyirlər. Pul verirsən sənə istədiyin qiyməti yazırlar. Hər qiymətin öz məbləği var. Testlərin cavabını da puldan alırıq. Salam Qabiləm. Bunu efirdə, aydın məsələdir. 158 nömrəli məktəbdə çox böyük skandal baş verir. Ondan